əsəbdən qol tutulmaz. İnsan 3-4 saat ərzində bir tərəfli zəiflik, keyləşmə, halsızlıq hiss edir. Bugün sizə mikroinsultlar haqqında danışacağım. Bilirsiniz ki, son vaxtlar ümumiyyətlə cavan insanlarda belə insult və infarktların sayı artıb. İnsult və infarktlar çox kəskin qan dövranı pozuntularıdır. Əsas səbəbləri isə tromblaşma, emboliya, xolesterin və s. olur. Lakin bu ağır insult və ağır infarkt keçirməmişdən qabaq insanlarda bəzən xəbərdar edici siqnallar və yaxud da ki, erkən mərhələdə müəyyən bir xəstəliklər meydana çıxır. Bunlardan biri olan TIA haqqında bugün sizə məlumat vermək istəyirəm. TIA nədir? TIA xəstəliyin ilkin hərfləridir. Tranzitor işemik ataklar. TIA insultdan əvvəl yaranan bir insultun xəbərdar edici əlamətləridir. Yəni, beyin qan dövranı pozulması nəticəsində insan böyük bir insult keçirməmişdən qabaq, onda müəyyən bir əlamətlər yaranmağa başlayır. Yəni, TIA-nın ilkin əlamətləri 24 saat ərzində keçib gedən nevroloji əlamətlərdir. Hansı əlamətlərdir? İnsan bir müddət, yəni bir neçə saat və yaxud da ki, bir gün ərzində, bəzən bu 2 gündə ola bilər, üzündə keyləşmə, üzünün bir yarısının sanki hissiyatının dəyişməsi, nitqinin dəyişməsi, diz arteriyanın yaranması, yəni sanki danışanda dilim topuq vurur, düzgün danışa bilmir, sözləri yadına sala bilmir kimi əlamətlərlə başlayır. Daha sonra bu əlamətlər bədəninin yarısına sirayət edir. Yəni bir qolu səhər durur ki, yaxşı işləmir. Ayaqları sanki bir tərəfli keyiyib, əlində güc azalıb. Lakin yenə dediyim kimi TIA-da, yəni insultdan əvvəl biz bunu yalnız bir müddət görə bilirik, qısa müddətdə. İnsan 3-4 saat ərzində bir tərəfli zəiflik, keyləşmə, halsızlıq hiss edir, lakin bu əlamətlər bir gündən sonra keçib gedir. İnsan düşünür ki, bu nə idisə əsəb idi məndə, keçdi getdi, əsəbdən qolum tutulmuşdu. Əsəbdən qol tutulmaz, bu sizdə infarkt və insultun erkən əlamətləridir və tibbdə bunun adı TIA-dır. Odur ki, TIA əlamətlərinə çox diqqətli olmaq lazımdır. Əgər sizdə hətta bir neçə saatlıq keçib gedən, bu cür nə zəiflik, keyləşmə, əlləri, ayaqları işlədə bilməmək, axsama, sanki dəngəsizlik, ataksiya deyirik biz buna, dəngəsizlik hiss edirsinizsə, sanki gözünüzdə qısa müddətli bir qara ləkə əmələ gəldi, amavroz, qara ləkə əmələ gəldi, sonra bu ləkə yavaş-yavaş açıldı. Danışığınızda pozulma əmələ gəldi, müəyyən sözləri tapıb deyə bilmədiniz. Yaddaşınız və yaxud da ki, huşunuzda bir dəyişiklik əmələ gəldi. Sonra bunlar keçdisə belə, siz mütləq nevroloqa müraciət etməlisiniz və biz belə pasientləri müayinə eləyərək, müəyyən laborator analizlər, damarların tutulmasını göstərən müəyyən göstəriciləri təyin eləyərək, sizdə bu TIA-nın ilkin əlamətlərini aşkar eləyə bilərik və vaxtında sizə kömək göstərməklə laxtalanmanı, tromblaşmanı, emboliyanı, ürək xəstəliklərini, şəkəri, təzyiqi düzəltməklə sizi gələcəkdə baş verə biləcək böyük insultlardan qoruya bilərik. Odur ki, bu saydığım əlamətləri diqqətlə qulaq asın və bu əlamətlərdən hansısa biri qısa bir müddət belə sizdə əmələ gəlibsə, nevroloqa müraciət etmək və vaxtında müalicə almaq lazımdır.